Əlillik terror hadisəsi ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət təyin ediləcək. Prezident İlham Əliyev bununla bağlı sosial müavinətlərin məbləğinin artırılması haqqında fərmana dəyişiklik edib. Əskərovlar ailəsi 8 nəfərdən ibarət idi. 2020-ci il 17 oktyabrda baş tutan Gəncə terrorundan sonra onlardan cəmi 3 nəfər sağ qalıb. Sulduz Əskərova deyir ki, atılan raket onların yaşadığı əraziyə düşmüşdü. Zərbələr nəticəsində nəvəsi Amin Əskərov yaralanıb və ona 3-cü qrup əlillik təyin edilib. Əskərov Amindəki qolu, sağ qolundan 12 saat əməliyyat keçirib. Sağ qoludakı barmaqları işləmir, damarlar, ayaq damarını sağ qoluna tikiblər, nəmnətər. Hal-hazırda sağ qolu yaxşı işləmir, barmaqlardakı heç işləmir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən məlumata görə hazırda terrorla əlaqədar müxtəlif dövrlərdə təyinat alan 44 nəfər əlilliyi olan şəxs var. Əlilliyi qiymətləndirilən şəxs terror hadisəsi nəticəsində zərər çəkməsini təsdiq edən sənədi, cinayət prosesini həyata keçirən orqanın qərarını kağız daşıyıcıda və ya elektron formada Nazirliyin tabeliyində olan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edir. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də terror hadisəsi ilə əlaqədar əlillik səbəbini həmin qərar əsasında müəyyən edir. Əslində bu müraciətlərə artıq başlanılmışdır. Sadəcə olaraq fərmanda adı olaraq dəyişdirilmişdir. Amma yəni bu məbləğlər artıq çoxdan da ödənilirdi. O ki qaldı, əlilliyə görə təyin edilən müavinatların məbləğinə o dəyişməz olaraq qalır. Yəni, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilən şəxslərə 270 manat, 61-80% pozulmasına görə 220, 31-60% pozulmasına görə isə əlilliyi müəyyən edilmiş şəxslərə 150 manat veriləcək.